Xroniki yuxu problemlərindən əziyyət çəkirsənsə, bəlkə də səbəb düşündüyündən sadədir. Son zamanlar insanlar arasında, xüsusən də gənclər arasında yuxusuzluq yaxud gec yuxuya getmə problemi aktualdır. Əlbəttə ki, bunun başqa bir çox problemlər kimi çeşidli səbəbləri ola bilər. Hər zaman olduğu kimi məsələyə kompleks yanaşmaq lazımdır. Məsələn, əsas səbəblər kimi rəqəmsal mühitə olan bağlılıq, mobil cihazlardan hədsiz istifadə, yaxud hərəkətsiz, yaxud az hərəkətli həyat tərzi göstərilə bilər. Bununla yanaşı, mütəxəssislər psixi və psixoloji problemləri yanaşı səbəblər kimi vurğulayırlar. Lakin bugün mövzumuz kofe, yaxud kofenin təməlini təşkil edən kafein maddəsidir. Kafeinlə yuxu arasında sıx əlaqə mövcuddur. Belə ki, kafein mərkəzi sinir sisteminə ən çox təsir edən psixoaktiv maddələrdən biridir. Məsələ burasındadır ki, insan yuxudan ayıldıqdan sonra tədricən zehni və fiziki yorğunluğa məruz qalır. Bunun əsasını beyində yığılan adenozin adlı maddə təşkil edir. Bəzən buna yuxu təzyiqi də deyilir. Kafein isə adenozin reseptorlarını bloklayır. Bədən yorğun olsa da, kafein buna mane olur. Bu səbəbdəndir ki, yuxunun gəlməsi çətinləşir, yuxuya getmə vaxtı uzanır, yuxu səthi və dağınıq olur. Beynin bədəndən çıxma müddəti uzun çəkir. Elə ki, onun yarım parçalanma müddəti 5-6 saatdır. Tam təsirin itməsi isə 8-12 saatdır. Bu səbəbdən yuxu problemi olanlar üçün saat 14:00-dan sonra kafein tərkibli içkilər içməmək məsləhət görülür.